Dəyişən cərəyan dövrəsində induktiv sarğac testlərin izahına baxırıq. Birinci sualdan başlayaq. Şəkildə sarğacdakı dəyişən cərəyan şiddətinin, daha doğrusu dəyişən cərəyanın şiddətinin zamandan asılı qrafiki verilmişdir. Sarğacdakı gərginliyin zamandan asılı qrafiki hansıdır? Sarğacın aktiv müqaməti deməli nəzərə alınmır. Aktiv müqamət nəzərə alınmır. Demək, sarğacda cərəyan şiddətinin rəqsləri kosinusoid verib. Bilirik ki, sarğacda gərginlik rəqsləri, cərəyan rəqslərini pi/2 qədər qabaqlayır. Yəni biz bunu qayda olaraq bilirik. Pi/2 də buraydı. Bu isə pi/2-dir. Onda gərginlik rəqsləri necə olacaq? D variantı. Üçüncü sual. Yalnız XL induktiv müqamətə malik dövrə hissəsində cərəyan şiddətinin təsir edici qiyməti. Yenə də dövrə hissəsi üçün ohm qanunu I bərabərdir U/XL. Demək, cərəyan şiddəti təsir edici qiymətini soruşursa, A bəndə doğru variant olacaq. 5-ci suala baxırıq. Dəyişən cərəyan dövrəsində induktiv müqamətini tuturuq. C variantı omega L XL bərabərdir. Omega L. 7-ci sual. Dəyişən cərəyanın verilmiş tezliyində, yəni omega konstant. Bunu da yaza bilərik. İnduktiv müqamətin sarğacın induktivliyindən omega L-ə görə omega sabitdir, L-dən düz asılıdır. Yəni D variantı. 9-cu sual. Dəyişən cərəyan dövrəsində induktiv müqamətin düsturunu soruşur. Omega L-dir. Omega da 2 pi nüdür. Ona görə də XL bərabərdir 2 pi nü L. 11. Hansı ifadə doğrudur? Sarğacda cərəyan şiddətinin rəqsləri. Cərəyan şiddətinin rəqsləri bu dəfə pi/2 qədər geri qalacaq. Gərginlik rəqslərindən fazaca pi/2 qədər geri qalacaq. Yəni 11B. 13. Dəyişən cərəyan dövrəsinə qoşulmuş sarğacın induktiv müqamətinin dövrə tezliyindən asılı qrafiki verilmişdir. Sarğacın induktivliyi soruşur. Düsturumuz var omega L. İnduktivliyi soruşur. XL-i bölürük omegaya. XL bizə verilib 100 götürək. Bunu da 200-ə bölək. 2-də 1, 0, 10-da 5, C variantı. 15. Sabit induktivlikli, yəni L konstant, dəyişən cərəyan dövrəsində cərəyan rəqslərinin tezliyi 2 dəfə artdıqda, nü 2 dəfə artanda, dövrədə cərəyan şiddətinin amplitude qiyməti necə dəyişər? İM bərabərdir, düsturu yazırıq. UM/XL. Mötərizənin üçün mütləq oxunmalıdır. Gərginliyin amplitude qiyməti sabitdir, yəni UM sabitdir. Sarğacın aktiv müqamət nəzərə alınmır. UM/XL-i açıram, omega L. Burada da UM/2 pi nü L-də yaza bilərsiniz. Burada nü ilə düz asılıdır. Demək, daha doğrusu tərs asılıdır. Nü 2 dəfə artırsa, IM nə etməlidir? 2 dəfə azalmalıdır. Doğru variant B olacaq. 17. Sabit tezlikli, yəni konstant, dəyişən cərəyan dövrəsi qoşulmuş sarğacın induktivliyi 4 dəfə artanda cərəyan şiddətinin amplitude yenə də düstur seçirik. IM bərabərdir UM/XL. Burada aktiv müqamət nəzərə alınır. Yəni gərginlik sabitdir. Onda UM sabit götürəndə IM XL-lə tərs asılıdır. XL-də açırıq UM/omega L kimi. Deməli, induktivlik 4 dəfə artanda cərəyan şiddəti 4 dəfə azalar. Variant 4 dəfə azalar. C variantı. Bu 17 idi. 19-a keçirik. XL/2 pi L. XL-i açırıq omega L kimi. XL/2 pi L. XL-i omega L kimi açsam, omega L/2 pi L. L'lər gedir. Omeganı da 2 pi nü kimi açanda 2 pi'lər də gedir. Qalır nü. Nədir? Deməli, tezlikdir. Dəyişən cərəyanın tezliyi. 21. Henry/ohm. Henry/ohm. Henry induktivlikdir. Ohm isə XL-dir. Yəni siz bunu burada bu üsulla tapmağınız daha yaxşıdır. Daha məntiqə uyğundur. Yəni ohm deyəndə həmişə volt/amper açılışdan istifadə etmirsiniz. Baxır harda, yəni hansı açılışdan istifadə etmir. Burada görürsünüz, Henry varsa, deməli induktiv müqamətdən istifadə etməyə əlverişlidir. Omeganın XL-də açıram omega L, L'lər gedir 1/omega. Omeganı da 2pi/T kimi. Yəni bu 1/saniyə. Axı omeganın vahidi 1/saniyədir. Onda saniyəyə gəlir çıxır. Yəni perioda gəlir çıxır. Periodla ifadə edə bilərsiniz zaman. Periodun da vahidi saniyədir, zaman da vahidi saniyədir. Yəni başqa formada belə də eləmək olar. Henry/ohm
bərabərdir. İnduktivliyin vahidi Henry. Onu açırıq. Bu dəfə XL-dən də yenə də bayaqki kimi XL-in açılışı omega L deyil. Yəni omeganın da vahidi 1/saniyə. Vur Henry. Henrylər gedir, saniyə qalxır yuxarı olur. Yenə də yəni istəsəz düsturla gedib L/XL kimi yazıb nəticəyə gələ bilərsiniz. İstəsəz vahid açılışıyla. 22 deməli bu bizdə neçənci sual idi? 20-ci sual idi. 20 oldu. Y variantı. Biz 21'e baxdıq, 20'ye yox. Mən sadəcə yuxarıdan yazdım ona görə. Bu 21'in cavabı idi. 21 oldu Y. Gəldik 23'e. 23. 22 onandı baxıb yazarsınız. Deməli, bizdən soruşulan nədir? Bizə soruşur ki, induktivliyi L olan sarğacın induktiv müqavimətinin, yəni XL-in dəyişən cəryanın tezliyindən, yəni nöqdən asılı qrafiki verilmişdir. İfadələrdən hansı alfa bucağının tangensinə olur? Bilirik ki, tangens alfa qarşı katetin, yəni XL-in nöyə nisbət edir. Qarşı katetin kiçik kateti. XL də omega L-dir. Omega da 2pi nödür. 2pi nöl böl bu. Nölər gedir, qalır 2pi L. Yəni A bəndi. Sonra gəldik. Bu neçənci? 23 idi. 25'e baxırıq. Verilmiş sarğacdan keçən cəryan şiddətinin dəyişmə tezliyi 4 dəfə artanda, 4 dəfə artanda induktiv müqaviməti soruşur. XL yenə də 2pi L-dən istifadə edirsiniz. Verilmiş sarğac deyəndə L-də sabit götürürsünüz. 2pi də sabit. XL nölə düz asılıdır. Onda 4 dəfə artırsa, deməli 4 dəfə neyəcək? Artacaq A bəndi. 27A. 25 daha doğrusu 25A. Gəldik 27-ci suala. Deyir ki, dəyişən cəryan dövrəsinə qoşulmuş sarğaca mavi nüfuzlu 200 olan içlik daxil edildikdə onun müqavimət necə dəyişər? XL-in düsturu yenə də omega L-dir. Burada L-i mavi nüfuzlunun ifadəsiz müəl sıfırdır. Çünki müəl düsturları var daxı. B/B0, L/L0, F/F0. Burada necə asılıdır? İçlik daxil edirəmsə düz asılı olduğuna görə 200 dəfə artar. Yəni C variantı olacaq. Deməli 27 C. 29'a baxırıq. 29'da nə deyir bizə? Deyir ki, dəyişən cəryan dövrəsində induktivliyi 2 Henry olan sarğacın induktiv müqaviməti 240 ohmdur. Dəyişən cəryan rəqslərinin tezliyini soruşur. Deməli, XL-in düsturuna yenə müraciət edirik. XL bərabərdir omega ilə. Omeganı açırıq 2pi L kimi. Buradan da nöyünü soruşur. XL böl 2pi L. XL nə qədərdir? 240 bölünsün 2, 3, L induktivliyi 2. Hesablayırıq. 6, 12, 12 ilə 240 gedir. 20 Hz. Cavab olacaq D. Növbəti suala baxırıq. 31. 31'də nə deyir bizə? Deyir ki, diaqramda göstərilən hansı nöqtəyə uyğun sarğacın induktivliyi ən böyükdür? Düstur seçirik. XL-in düsturu yenə də omega L-dir. Buradan induktivliyi soruşur. İnduktivlik XL böl omega olacaq. Yəni burada induktivliyin ən böyüyünü istəyirsə, biz bilirik ki, induktivlik buradan baxıb daha doğrusu görürük ki, XL ilə düz asılıdır. Ayrı-ayrı, yəni sarğaclar üçündür. Bununla isə tərs asılı. Omega ilə isə dairəvi tezliyi ilə tərs asılıdır. İnduktivliyin ən böyük olması üçün XL ən böyük, omega ən kiçik olmalıdır. XL-in ən böyük olduğu nöqtələri tapıram. XL Y oxudur. Y oxundan sıfırdan yuxarı qalxdıqca neyir? Artır qiymət. Deməli, ən böyük qiymətlər ən yuxarıda duran nöqtələrə uyğundur. Omeganın ən kiçik, omega absis oxudur. O da sıfıra yaxın nöqtələr, yəni sıfıra yaxın olan nöqtələr 1 ilə, yəni bunun üzərində duran 4. Deməli, kəsişmə 4 olacaq. İkisinin birlikdə ortaq cavabı 4-dür. A bəndi. 33. Dəyişən cəryan dövrəsinə qoşulmuş induktivli sarğacın axan cəryan şiddətinin amplitudu qiymətinin dövr tezlikdən asılı qrafiki hansıdır? Aktiv müqavimət nəzərə alınmır, gərginlik sabitdir. Deməli, düstur seçirik. Y bərabərdir UN böl XL. XL açıram. Omega L. Burada göründüyü kimi tərs asılıq var. Tərs asılığın qrafiki də Y variantı olacaq. 33 Y. Sonra 35. Gərginlik zamanının asılı tənliyi verilmişdir. Hansı cəryan mənbəyinə sarğacı qoşduqda onun induktiv müqaviməti
ən kiçiyi olar. İnduktiv müqavimət XL açılışını yazırıq. Omega L yəni düsturunu. Buradan baxırıq ki, deməli Omega L düsturuna görə induktiv müqavimətin ən kiçik olması üçün omegası ən kiçik olanı seçmək lazımdır. Omega da burada duran kəmiyyətlərdir. Sinusdan T'nin arasında qalan. Omegası ən kiçik olan burada D variantıdır. Doğru cavab D 35-dir. 37. Deyir ki, dəyişən cəryan dövrəsinə qoşulmuş sarğacda gərginlik zaman asılı qrafiki verilmişdir. Onu edən qrafikin hansı nöqtələrinə uyğun anda dövrədə cəryan şiddəti sıfıra bərabər olar. Bilirik ki, bir kondensator və sarğac qoşulmuş dövrələrdə U və I bir-birinə tərsdirlər. Yəni, U-nun maksimumuna I-nin sıfır uyğundur. U maksimum olduğu nöqtələrdə I sıfırdır. I 0, 2, 4 C variantı. Sonra 39. Açar sözlərdir. Bunları oxuyub özünüz cavablandırarsınız. Gəldik neçənci suala. 43-ə baxırıq. 43. K açarı bir vəziyyətindən 2 vəziyyətinə gəldik. Vəziyyətinə keçirdikdə dəyişən cəryan dövrəsinə qoşulmuş ampermetrin göstərişləri necə dəyişər? Gərginliyin amplitude qiyməti sabitdir. Yəni UM konstantdır. Gəlin baxaq. Deməli XL-in düsturuna bizdən soruşur dəyişən cəryan dövrəsinin ampermetr. Ampermetr soruşursa, onda biz müraciət edirik cəryan şiddətinin düsturuna. I bərabərdir. I bərabərdir U böl XL. XL-in də açılışı omega L-dir. Burada ampermetr dediyinə görə təsir edici qiymətdən istifadə elədim. Amplitude qiymətini yazmadım. IM yazmadım. Demək, gərginliyin amplitude qiyməti sabitdir. U sabit, yəni UM sabit. Demək, burada bizə verilən bir vəziyyətlə, burada sabit olan başqa nə var? Gəlin baxaq. K açarının dəyişən cəryan dövrəsinə qoşulmuşdur. Demək, gərginliyin amplitude qiyməti sabitdir. Baxırıq burada induktivliklərə. Omega da eynidir, UM də eynidir. Baxın, L-lə necə asılıdır? Tərs. Bir vəziyyətində induktivlik L idi, sonra oldu 2L. İnduktivlik 2 dəfə artsa, I nə etməlidir? 2 dəfə azalmalıdır. Variant olacaq. Y variantı. Sonra 44, yox 45. Deyir ki, dövrədə cəryan şiddəti I bərabər 2,0,4T qanunu ilə dəyişəndə sarğacda 2-3 volt induksiya elektrik hərəkət kütləsi yaranır. Sarğacın induktivliyini soruşur. Düstur seçmək lazımdır. Yenidən baxaq. İnduksiya Hegel'in düsturu belə idi də. L delta I böl delta T. Burada da demək induksiya elektrik hərəkət mənfi L delta I böl delta T daha doğrusu. Buradan da mənfi L I-nin törəməsi zamana görə belə yazaq. Çünki delta I böl delta T zamana görə törəmə deməkdir. İndi gəlin qiymətləri yerinə qoyaq. 2 on üstü mənfi 3 bərabərdir. L-i axtarırıq. Bu deməli 2-nin törəməsi 0, mənfi 0,4-ün törəməsi ilə mənfi 0,4 qarşıdakı mənfiyə görə ilə müsbət yazacağıq. Buradan da L tapanda 2 on üstü mənfi 3-ü bölürük 0,4-ə. Bu da deməli 5 vur 10 üstü mənfi 3 alınacaq. Yəni 2-ni 0,4-ə bölmək 20-ni 4-ə bölmək deməkdir. O 5 eləyəcək. 5 10 üstü mənfi 3 də 5 milli henri deməkdir. 45B. Sonra 47. Deyir ki, dəyişən cəryan dövrəsində elektrik tutumu S bərabərdir 20 piko. Piko onsu mənfi 12-dir. 12 farad, mənfi 12 farad olan kondensator və induktivliyi L bərabərdir %1 henri olan sarğac qoşulmuşdur. Tezliyin hansı qiymətində induktiv müqavimət tutum müqavimətindən 2 dəfə böyük olar. İnduktiv müqavimət tutum müqavimətindən 2 dəfə böyükdür. Yəni XL-in XC-yə nisbəti 2 yaza da bilərsiniz və yaxud da XL 2 dənə XC yaza bilərik. Ünü bərabərdir sual. Gəlin yazaq. Nisbətlə yazsa daha yaxşı olur. XL bölü XC bərabərdir 2-yə. XL-in yerinə omega L, XC-in yerinə 1 böl omega C bərabərdir 2. Omega qalxacaq yuxarı, vurulacaq. Olacaq omega kvadrat LC bərabərdir 2-yə. Omeganı da açıram 2 pi nü kimi. Onda kvadrat 4 pi kvadrat nü kvadrat LC bərabərdir 2-yə. 4 ilə 2-ni ixtisar edirəm. Burada qalır 2, burada qalır 1. Nünü də təyin edirəm. Nü də kök altına düşəcək. Tezliyi soruşur. Kök altında 1 bölünsün 2 vurulsun. Pi kvadratı, yəni pi kvadratı yazıram. LC. İndi hesablayırıq. 1 bölünsün 2. Pi kvadratını 10 götürüb. Elimiz, induktivliyimiz
0,1 Henry'dir. 10 üstü mənfi 2 yazıram. Tutum da 20 pikofaraddır. Yəni 20 10 üstü mənfi 12 yazıram. Və buradan da təyin edirəm. Bir dəqiqə. Hesablayırıq burada. Deməli, bu 20, bu 20 kökdən çıxır. 1 böl 20 kimi. 20-dən 1 20-ni çıxardıram. 10 üstü mənfi 2, 10 üstü mənfi 12, 10 üstü mənfi 14. Ondan da çıxardıram 10 üstü mənfi 7-ni. Kökdən çıxardıram. O da müsbət 7 kimi qalxır yuxarı. 10 üstü 7 böl 20. Deməli, burada da alınacaq belə bir şey. 0,5. Bu 10 üstü 7-dən birini versək bura 10 üstü 6 qalar. Yəni 0,5 MHz. Yəni doğru cavab olacaq C bəndi. Deməli, burada 10 üstü 7-dən bununla bunu ixtisar eləsək 10 üstü 6 burada qalır. 1 bölü 2 0,5 eləyir. Yəni burada 1 də var da. 1 bölü 2 0,5 10 üstü 6. 0,5 10 üstü 6 yəni birbaşa yazsaq, mən megahertz'i birbaşa yazdım. Yazdım ki 0,5 10 üstü 6-nı götürürəm mega kimi. 0,5 megahertz. 49'a baxırıq. Deyir, sarğacdakı cərəyan işlətmə zamanı asılı qrafiki verilmişdir. Sarğacın gərginliyi zamanı asılı qrafiki hansıdır? Sarğacın aktiv müqavimət nəzərə alınır. Dedik ki, sarğac qoşulmuş dövrədə gərginlik rəqsləri, cərəyan rəqslərini pi bölü 2 qədər qabaqlayır. Onda gərginliyi gəlin qabağa sürüşdürək. UT qrafik olacaq, müsbət sinusoid. Yəni doğru cavab olacaq D bəndi. 49D. 51'ə baxıram. Deyir ki, induktivliyi verilib 0,2 Henry olan sarğacda cərəyan işlətmə zamanı asılı qrafiki verilmişdir. Sarğacın induktiv müqavimətini tapın. I bərabərdir, IM bərabərdir, UM böl XL. İnduktiv müqaviməti, yəni XL-i soruşur. Bir dəqiqə, burada sarğacın elə XL-i soruşursa, bu düstura müraciət etməyək. Birbaşa XL bərabərdir, omega L-ə müraciət eləyək. Çünki verilənlər budur. XL bərabərdir, omeganı da açıram 2 pi böl böyük T kimi. Çünki omega yoxdur, vur L. Periodu hardan təyin edirəm? Tam bir dövrə sərf olan zamandır. 0,6. 2 vur 3 böl 0,6 vurulsun. İnduktivliyi nə qədərdir? 0,2. 0,2. Burası sığmadı, bir dəqiqə. Deməli, XL bərabərdir. 2 vur 3 bölək. Period nə qədər dedik? 0,6 vurulsun. Elde 0,2. Buradan ixtisarlar eləyək. %1, 100 qalxır. Vurulur. 0,2 o da eləyir 20, 10, yəni Y variantı. 53'ə baxırıq. Sarğacda cərəyan şiddəti I bərabərdir 2 kökdə 2 sinüs 100T qanunla dəyişir. Sarğaca qoşulmuş voltmetrin göstərişi 100 volt olduqda sarğacın induktivliyi soruşulur. Deməli, bizə verilən, bax burada bu IM-dir. I-nin tənliyi olursa, qarşıda duran I-nin maksimalıdır. IM var 2 kökdə 2. Bizə lazımdır. U da var daha doğrusu. U da bərabərdir 100 volt. Çünki voltmetrin göstərişi onun təsir edici qiymətdir. İnduktivliyi soruşur. El bərabər sual. Biz hansı düstura müraciət edək? Burada bir omegamız da var. 100 omegadır. Omeganı da 100 götürək. Deməli, hansı düstura müraciət edirəm? IM bərabərdir. UM böl demək XL. XL də açıram. Omega L olacaq. Və gətirib nəzərə alıram burada. IM 2 kökdə 2 bərabərdir. UM lazım deyil əslində. Daha doğrusu U var, UM-i tapaq. Onunla UM arasında əlaqə düsturu necədir? U bərabərdir. UM böl kökdə 2-dirsə, onda UM nəyə bərabər olacaq? U kökdə 2-yə. Yəni UM-in əvəzinə U kökdə 2 qoyaq. Bölək omegamız 100 vur elə. Kökdəkilər gedir. Onun da yerinə qiyməti var. Onu qoyuram. Olur 2-ni vururam 100-ə. 200 L bərabərdir. U nə qədərdir? 100-ə. Buradan da L tapılır. Bir dəqiqə. Burada hesablamada diqqətsizlik var. Ya verilənlərdə səhv var. Bir dəqiqə baxaq.
Yox, heç bir səhv yoxdur. Eli tapırıq 100-də bölürük 200-ə 0.5, yəni 2-də 1. 0.5 D variantı olacaq. %55'ə baxırıq. Sarğacdan keçən cəryan şiddətinin zaman asılı qrafiki verilmişdir. Sarğacın induktiv müqaviməti deməli 18 ohm olarsa induktivliyi tapın. Hansı düstura müraciət edək? Burada verilənlərdən bir də İM var. Yəni bu İ'nin maksimalıdır. Demək ki, düsturu seçək. Onun induktivliyi soruşur. İM bərabərdir. Yenə də induktiv müqavimət var, induktivliyi soruşur. Gəlin onda belə eləyək. XL bərabərdir. Elə omega ilə müraciət eləyək. Buradan induktivliyi soruşur. L də bərabərdir. XL böl omega. Omeganı da açaq çünki yoxdur. Periodla ifadə edəcəm. XL bölünsün. Omeganı da düsturu 2 pi böl T'dir. T qalxır yuxarı. Böl T'dir. Burada əslində mən onu qaldırdım birbaşa yuxarı. Burada riyaziyyat. Sonra deməli induktivliyi tapıramsa XL neçədir bizdə? 18'i vururam perioda. Perioda gəlin baxaq. Tam bir dövr. Bir buranı götürək, bir buranı, bir də bura. İki təpə arası məsafə zaman fasiləsini götürə bilərsiniz. Period 4'dür. Böl 6. 18 ilə 6 ixtisar geçsin. 3, 3'ü 4'ə vurasınız. Olacaq 12. Amma indi bir şeyə baxırıq. Burada nəyə? Verilənlərdə. Burada 4 ons mənfi 2'dir zaman. Bu ons mənfi 2'ni unutmuşuq. Burada var. Yəni buna diqqət etmək lazım idi. 12'ni də ons mənfi 2'yə vuranda 0,112. 55 A olacaq. Sonra 57. Dəyişən cəryanın tezliyi 2 dəfə azalanda dəyişən cəryan dövrəsinə qoşulmuş aktiv, tutum və induktiv müqavimətlər necə dəyişər? Təbii ki, aktiv müqavimət dəyişməz. Deməli, bu variantlar çıxdı. 100% A-dır ya Y-dir. Gelirik X-yə. X-nin düsturu necədir? 1 böl omega C. Yəni, omega C. Omega ilə, yəni, biz əslində omeganı da açmalıyıq. 1 böl 2 pi nü C. Deməli, tezliklə tərs asılı. Bu 2 dəfə azalırsa, X-C nə etməlidir? 2 dəfə artmalıdır. 2 dəfə artar. Y variantı doğrudur. Yəni XL-də yazaq. XL-də yazsaq, deməli, XL-in də düsturu omega L-dir və ya 2 pi nü L-dir. Burada düz asılıdır. Yəni 2 dəfə azalırsa, bu XL-də 2 dəfə azalmalıdır. 59-cu suala baxırıq. 59-da deyir ki, dəyişən gərginin amplitude qiymətini sabit saxlayıb. UM sabit. A1 və A2 ampermetrlərin göstərişləri. Deməli, IM bərabərdir. UM böl X. Deməli, L və yaxud da UM böl XL-də omega etməsək, bizə deyir ki, tezliyi azaltdıqda, tezliyi azalanda, bu azalanda İM artar. Yəni, bu hansına qoşulmuşdur? Sarğac qoşulmuşdur. I2-dir, yəni bu I2, sarğac qoşulmuşdur. Uyğun ampermetrdir. Deməli, I2 artar. I2 artar. Yadınızı saxlayın. Burada kondensatorla sarğac qoşulmuş dövrədə göstəricilər tərsdirlər. Yəni, biri artanda digəri azalır. O da düsturdan gəlir. Yəni, I1 də bərabərdir. UM böl XC-dir. XC-ni də açırıq 1 böl omega C. Omega qalxır yuxarı. Yəni, 2 pi nü C yaza bilərsiniz. Burada düz asılıdır. 2 dəfə azalırsa, 2 dəfə nə etməlidir? Azalmalıdır. Deməli, I1 azalar, I2 artar, D variantı. Gəldik 61-ci sual. Yəni, buna oxşar suallardır. Deyir ki, dəyişən gərginliyin amplitude qiymətini sabit saxlayırsınız. Deməli, tezliyi artırdıqda A1 və A2 ampermetrin göstərişləri necə dəyişər? Ampermetr göstərişləri haqqında hansı fikir doğru olar? Deməli, baxırsınız bura. Bu tezlikdən asılı deyildi. Aktiv müqavimət dövrədə asılı deyildi. Ona görə də I1 dəyişməz. I1 dəyişməzsə əgər bu variantlar çıxacaq. Bəs I2. I2 də bayaq dediyimiz kimi I bərabərdir. I2 bərabərdir. UM böl 2 pi nü L. Bu düsturdan. Deməli, əgər tezlik artırsa, I2 azalmalıdır. Dəyişməz, azalar. Dəyişməz də ola bilməz. Ona görə də elə doğru variant dəyişməz, azalar C variantı olacaq. 61C. Gəldik 63-ə. Deyir ki, hansı ifadələr doğrudur? İnduktiv sarğac qoşulmuş dəyişən cəryan dövrəsində cəryanın tezliyini artırdıqda, yəni nüyünü artırdıqda UM sabitdir. Hansı ifadələr doğru olduğunu? XL-in düsturu omega L, yəni 2 pi nü L-dir. Artanda artacaq. Düz asılıdır çünki. Ona görə induktiv müqavimət artar. Biri seçirik. İnduktiv müqavimət dəyişməz getdi. Azalar getdi. Cəryan şiddətinin amplitude qiyməti IM bərabərdir. UM böl XL və ya 2 pi nü L. Tərs asılıdır. Deməli,
artanda azalmalıdır. Ona görə 4-də getdi. 5 doğru qaldı. Dəyişməz də səhvdir. Deməli, qaldı doğru cavab olaraq 1 və 5. Sonra 65. Dəyişən cərəyan dövrəsinə qoşulmuş sarğıçlı cərəyan şiddəti maksimal qiymətinin verilmiş kəmiyyətlərdən asılı hansı qrafiklər daha doğrusu doğrudur? Qrafiklərdən hansılar doğrudur? Yen bərabər düsturumuz dəyişən cərəyan dövrəsinə qoşulmuş sarğac. Sarğac deyirsə OM böl XL. XL-in də açılışı omega L-dir. Omega L-dir. Deməli, IM omegadan tərs asılıdır. 2 doğrudur. 2-ni seçirik. Sonra omeganı atsam buradan 2 pi böl t kimi. T qalxar yuxarı. T ilə düz asılıdır. Onda bir dəqiqə baxaq bir daha diqqətlə. T ilə düz asılıdır. 3 də var doğru cavabda. Sonra bir də L ilə tərs asılıdır. 2, 3, 6. Məsələn, doğru cavab olacaq. 67-də deyir ki, induktivliyi 0.5 Henry olan sarğıçda cərəyan şiddəti bərabərdir 10 sinus 100 T qanunu ilə baş verir. Sarğacın uclarındakı gərginin maksimal qiymətini hesablayın. Cavabı voltda ifadə edin. Aktiv müqavimət nəzərə alınmır. İnduktivlik var 0.5 Henry. Sonra tənlikdən verilənlərə əsasən gərginin maksimal qiymətini soruşur. IM bərabərdir. OM böl düsturumuz necə idi? OM böl XL. XL də açıram omega L kimi. Bizə lazım olan UM-dir. UM-i tapanda IM-i vururam omega L-ə və hesablayıram. UM bərabərdir. IM nə qədərdir? 10. Baxın, buradan götürürəm. İ'nin təniyinə. Omegamız 100. Vuraq. L-də induktivliyimiz də 0.5. Bu da eləyəcək 500 volt. Sonra 69. Tezliyi 50 Hz olan dəyişən cərəyan dövrəsinə elektrik tutumu 3 mikrofarad olan kondensator və induktivliyi 2 Henry olan sarğac ardıcıl qoşulmuşdur. İnduktiv müqavimətin tutum müqavimətinə nisbətini hesablayın. Deməli, tezliyi 50 Hz olan dəyişən cərəyan dövrəsinə bir kondensator, bir dənə də sarğac qoşublar ardıcıl və gətirib birləşdiriblər tezliyi 50 Hz olan deməli dəyişən cərəyan dövrəsinə. Bizdən soruşulan induktiv müqavimətin tutum müqavimətinə nisbətidir. XL-in düsturuna baxırıq. Omega L. X də 1 böl omega S-dir. Deməli, XL X-ə bölürəm. Yazaq. XL böl XS induktiv müqaviməti tutum müqavimətdən bölürəm. Omega L bölünsün 1 böl omega S olacaq. Olur omega kvadrat LC. Omeganı da açıram 2 pi nü kimi. O da 4 pi kvadrat nü kvadrat LC. Və indi hesablama aparırıq. XL böl XC bərabərdir. 4 vurulsun. Pi'nin kvadratı 10. Vuraq. Nü'nün kvadratı 25. Yanında da 2 dənə 0. 2500. 50'nin kvadratını elədik. L induktivliyi 2'dir. C də 3 -6'dır. Və buradan da hesablama aparırıq. 2 0 burada. Deməli 4'ü 25'e vuranda 2 0 da oradan gəlir. 4 bir dənə də 0 burada. 5 dənə 0. 10-5 vur 6. 2'ni 3'e vurdum. 10-6. Bu da eləyəcək 10-5 10-6 10-1 qalır. Bu da eləyir 0,6. Cavab olacaq 16. 71, 72, 73 və 74 tiplilərdən işləmişik. Bir dənə 75'e baxıram. Oxşar suallardan yenə də amma baxaq. 75 dəyişən cərəyan rəqslərin periodunu azaltsaq, ampermetrlərin, daha doğrusu dövrəyə qoşulmuş elementlərin müqavimətləri və ampermetrlərin göstərişləri üçün uyğunluğu müəyyən edin. Aha, deməli baxırıq birinci ampermetrin, A1 ampermetrin göstərişinə. Mən periodu azaltsam da, artırsam da A1 ampermetri rezistora qoşulduğuna görə, aktiv müqavimətli dövr olduğuna görə sabit qalacaq. 3'ə A-nı seçirik rahatlıqla. Yəni bunu 100% əmin olaraq qeyd edə bilərsiniz həmişə. Sonra gəlirik nəyə? Bu 75-ci sualda. Aha, 3'ə A-nı seçdik. Davam edirik. İndi gəlirik ikinciyə, A2'yə. İkincidə period. Deməli, ikinci induktiv müqavimət, induktiv dövrədir. İnduktiv sarğac qoşulmuş dövrədir. Orada
i-nin düsturu i2 üçün yazıram. U-n böl xl-dir. U-n böl xl-dir. Xl də omega l-dir. Omega da 2pi böl t vur l-dir. L məxrəcdədir. T ilə düz asılıdır. T azalırsa i2 azalacaq. Azalara A azalara hansı azalır? A2 ampermetri. 2-yə B seçirəm. 2-yə B seçirik. Sonra baxıram 3-ə. A3 ampermetr. A3 ampermetr isə kondensator olan dövrəyə qoşulmuşdur. I3 bərabərdir. UN bölünsün. XC. XC də düsturu necədir? 1 böl omega C-dir. XC yazıram. O da omega qalxır yuxarı. UN. XC-nin açılışı 1 böl omega C olduğundan vurulsun omega C olacaq. Omeganı da açanda 2pi böl T kimi açasınız. Deməli olacaq i3 bərabərdir. UM 2pi böl T vur C. İndi burada period azaldısa i3 nə etməlidir? Artmalıdır. Onda C gedir 1-ə. Qaldı induktiv müqavimət. Induktiv müqavimət də XL-dir. Omega L-dir. Omega da 2pi böl T vur L-dir. Tərs asılıdır. Deməli T azaldısa XL artmalıdır. XL induktiv müqavimət artara gedəcək. 1-ə onda D də əlavə olunacaq. 1'ə uyğun olacaq onda CD 2'yə uyğundur. İndi tutum müqavimətə də baxaq. Tutum müqaviməti də 1 böl omega C-dən omeganı atsaq T qalxacaq yuxarı. Azalanda azalacaq. Ona görə də Y də aiddir 2'yə. Deməli 1'ə CD, 2'yə B-yi, 3'ə isə A. Sonra 76 düsturdur. Yəni 77-ni izah edeyim və yekunlaşdıraq. Deməli, uyğunluğu müəyyən edin. Dəyişən cəryan dövrəsinə qoşulmuş sarğacdan keçən cəryan şiddətinin amplitudu hansı ifadə ilə təyin olunur? Demək, baxırıq bura. IN bərabərdir. Sarğac qoşulmuş dövrədir. UN bölünsün. XL, yəni omega L. Birincidə 2-dən 2L-dir. Omegası da omegadır. Ona görə olur 1'ə uyğun olacaq B. Daha doğrusu hətta 1'ə B seçirik. Sonra gəldim ikinciyə. İkincidə omegamız 3'dür. Yəni həmin düsturdur. Sadəcə olaraq məxrəcə bir dənə omega gələsiz. Olacaq onda 2'yə C. 3'də isə yenə sarğac qoşulmuş dövrədir. Bunun omegası 3L-dir. Daha doğrusu induktivliyi 3L-dir. Omegası isə 2 omegadır. Onda olacaq 6. Yəni D variantı 3'ə də olacaq. D bəndə. UN böl 6 omega L. Bu qədər.